Çok güzel hava var. Bugünlerim sizinle beraber güzel, geçen soğan dolması hazırlayacağız. Ben 3 kitap üzerinde layihənin rəhbəri olmuşam. Birinci kitabımız dolmalar. Burada soğan dolması var. Və bu gün biraz fərqli təqdimatla verəcəyik onu. Soğan dolmasının hazırlanması, noxud püresi, soğan dolması və ıspanaqla bir bərabər olacaq. Baxaq, görək necə alınır. Можно? Tak. İlk öncə deməli soğanı götürürük. Bax deməli yarısından bu hissəsinə də belə kəsirsiniz. Gedək bunu bir qoyaq qaynamağa. Biraz duz da vurmalısınız buna, amma fərqi yoxdur. Duz vurmasanız da olar. Belə atırıq bunun içərisinə. Arasa bir 10 dəqiqə qaynamalıdır. Biz burada deməli mal əti və qoyun ətindən istifadə edəcəyik. 2 kilo yarım belə ətimiz bollayacağam və quyruq da vuracağam biraz. Əti doğrayırıq. Bizdəki burada bizim ingredientləri mən saymadım sizin üçün. Deməli təzə pomidor, sonra soyulmuş pomidor, noxud olacaq, tomat pastası, sonra biber pastası, ıspanaq və can sağlığı. Deməli bunu çıxardırıq buradan. Biraz yumuşaldı. İndi soysun. Başlayacağıq soymağa. Əti keçirdək. Biraz bura soğan vururuq, doğrayıb. Soğanı da əlavə edək. Və indi cəfərini doğrayaq bura. Cəfərini də vuraq. Duz. Цвета, огонь. İstiot da əlavə edirik. Kişniş toxumu, koriander. Zeytun yağı. Yeməyimizə çox gözəl dad verəcək. Təbii Bakıda Grand Agro şirkətinindir. Yeganə məhsuldur ki, yəni zeytun yağıdır ki, İspaniyaya ixrac olunur. Biləsiniz. Həmişə mən deyim sizə, yerli məhsullarla fəxr edirəm ki, bizim bax belə məhsullarımız, keyfiyyətli məhsullarımız var ki, xaricdə satılır. Deyək ki, İspaniyanın zeytun yağı dünyaya ən böyük ixracatçısına biz yağ satırıq. Nə gözəl. Elə bil gürcülərə şərab satan kimi şeydir. Tomat pastası da vururuq. Biraz da vururuq acı biber pastası. Və başlayırıq qarışdırmağa. Yadımdan çıxdı orucum. Tərkibinə dediyim kimi bişmiş noxud əlavə edirik. Bət düyü bəs. Düyü hanı bəs? Sonda da düyü əlavə edirik. Düyünü suya qoymuşduq biraz. Və belə sonra qarışdırırıq. Ürəklə qarışdırırıq ki, hər birisi bir-birinə belə qatışsın. Deməli, bunun belə qabığını soyulur, belə rahat şəkildə. Görürsünüz, belə dolmalarımız olacaq. Bunun içərisinə əti qoyuruq. Çox qoymursunuz, bax bu qədər. Qoyuldu. Sonra başlayırsınız və belə pükürsünüz. Qoyuruq buradan və belə başlayıb yığacaq belə hissə-hissə. Proses uzundur. Çox vaxtımızı almayayım. Qoyduq içərisinə. Gördünüz mü? Sonra bükürük belə.
Görək nə qədər çıxır. Biz gördüyünüz kimi dolmalar hazırdır. Bunu rəndədən keçirdik. Pomidoru indi bunun üzərinə əlavə eləyib. Belə. Bax belə. Çox gözəl. Konservləşmiş, soyulmuş pomidor da var. Əssək yaxşı olar. Üzərinə əlavə eləyirik. Və sonda da əlbəttə ki zeytun yağı, olive. Və qoyuruq pişməyə. Getdik. Timur pifkin demişkən gittik. Bu deyil. Bağışlayayım, budur. Gözü bu da deyil. Bu şey deyil. Deməli, aldığımız tava induksion soba üçün deyilmiş. Gedək bizim odun sobasının üstünə qoyaq. Yaxşı ki, burada bizim sobamız var. Pah, burada yanır. Fikir verin. Görürsünüz, vəziyyətdən çıxır. Ocaqda daha yaxşı dadı olacaq bizim soğan dolmasının. Super. Bravo. Olmasaydı odun peşi biabır olmuşdu. Məsələ deyil. Nə yaxşı, Allah üzümüzə baxdı. Bir də gərək çıxardıq çölə. Çəkirsən mi? Как всегда. Aparatsız. İnanın bu düzdür öyle. Yəni rek stop olmalıdır. Sağ olun. Canı sağ olsun. Biz noxud püresi də düzəldəcəyik. Biz bura qoymuşuq noxudu bişməyə. 100 dərəcədə. Elə bil ki, qaynadırsınız da. Yəni bu belə bir özəlliyi yoxdur. Noxudu çıxardan kimi dərhal soyuq, yəni buz kimi suya, yəni buz atıb. Buz lazımdır. Buz. Hardan alaq buz? Buz maşını yandırmamışlar. Xeyr. Buz maşını yanmır ki. Ayda. Yaxşı. Hardan alaq buz? Gələn kimi yan, bir demək qışdır, soyuqdur. Yandırdı, yandı, işləsin də buzda. Lazım olur. Buzlardan alalım. Peki o tərəfdəkini götür. Ay sağ ol, yığ oradan. Yığ onu. Hələ oldu. Sağ ol, eyvallah, gözəl. Buza söz olalım. Noxudu çıxardırıq. Ay sağ ol, gözəl, qəşəng pişib. Bax, bura əlavə eləyirik. Onda qəşəng qabığı çıxacaq. Siz də belə istifadə edə bilərsiniz. Belə bilirsiniz, bax, dərhal çıxır. Soyutduq dərhal, onun qabığı belə çıxır. Bunu blenderdan keçirtməyə, blender. Buradakı gördüyünüz bu qabıqlar var. Qabıqları biz götürürük belə. Bunu gördüyünüz kimi belə. Əlimlə yığmışdım da, nə olsun da, sənə kömək eləyirəm da, atırıq belə bura. Bir də. İndi deməli biz spanağı doğrayırıq. Bizim dolmamız da burada qəşəng, gözəl pişir, qaynayır. 40 dəqiqə pişməlidir. İndi biz bunu blenderdən əzirik və ilk öncə yenə də zeytun yağı əlavə eləyək və başlayaq buna. Sarımsaqları da doğrayaq, iri doğrayırıq. Xırda doğrayanda tez yanır. Düşünməyin ki, növbəti gündə, yəni eyni gündə sadəcə biraz hava yaxşıdır, dəyişib. Gedək. Yüksək ateşdə qızdırırıq. Yenə də yağdan istifadə edirik, olive yağı. Bax, yenə də deyirəm ki, düşünməyin ki, yəni bu yağı 220-210 dərəcəyə dözür. Qarğıdalı yağı harasa 180 maksimumda, belə 180 belə. Soyuq sıxım bu yağdan siz mətbəxinizdə yəni yaxşı istifadə edə bilərsiniz. Sarımsağı atırıq. Və həmən biz spanağımızı görürüz mü?
olsun. Biraz duz əlavə eləyək. Hazırdır. Görürsünüz, bax, yaşıl belə qalıb. Amma bununla bərabər də bişib. Yaxşı. Tamam. İndi biz artıq dolma da hazırdır. Hər şeyimiz hazırdır. İndi biz bunu hamısını bir yerə yığaq, dadına baxaq. Dadına baxaq. Möhtəşəmlik. Əla. Görürsünüz nə qəşəng alınıb. Vay, vay, vay. Gözəl. Bu tərəfdən, böyürlərdən belə yığırıq. İndi keçək dolmaya. Batişnilərindən. Bax belə. Ay sağ. Bax orta hissədən bax belə. Budur. Bunun üzərinə biraz şirəsindən də əlavə eləyəcəm. Dediyim kimi dadına baxa bilməyəcəm, amma göstərim ki, içərisi necə pişib. Görürsünüz, bax belə. Dağılır. Bax belə. Çox gözəl, möhtəşəm. Mən sizə deyim, soğan dolması. Mən sizə deyim, çox gözəl, bax belə soğan dolması görürsünüz. Nə qəşəng çıxıb. Siz də hazırlayın. Sizdə də bundan daha gözəl alınacaq. Sağ olun, canınız sağ olsun. Ura! Ura! İnə xanım, gəlin. Gəl, İnə xanım. Siz dadına baxın.